Salam əziz və dəyərli Mafkasting qrupunun üzvləri. Hər birinizi salamlayıram. Xoş gəlmişsiniz bugünkü tədbirə. Hamınız bizim üçün əzizsiniz. Bundan sonra birlikdə gözəl-gözəl çəkilişlərə, gözəl-gözəl yollara, yolumuz həmişə işıqlı olsun, açıq olsun. Xoş gəlmişsiniz bizə bu tədbir üçün. Əziz və dəyərli qrup üzvlərimiz, təbii ki, bugün bizim sizə kiçicik bir sürprizimiz olacaq. Mafkasting qrupunun dəyərli aktyoru Kərimbəyli Xəyal bəy. Təbii ki, Xəyal bəy bizim qrupumuzun dəyərli aktyorlarından biridir. Mafkasting qrupunun şəxsi qonağı Binnətova Maya xanım. Mafkasting qrupunun mafya babası sizce kim ola bilər? Salayev Elmar bəy. Buyurun. Ən sadiq xanımı Səidə xanım Hüseynova. Hər zaman bizə Mafkasting qrupunun polisi Qəmbərov İsmət. Mafkasting qrupunun idmançı bəyi Rəhimli Natiq bəy. Mafkasting qrupunun dəyərli kapitanı Ələkbərov Həsən bəy. Buyurun, nəzarət gətir. Buyurun, Həsən bəy. Mafkasting qrupunun ən çox gəlin obrazını canlandıran xanım kim ola bilər? Leyla Cəfərova. Mafkasting qrupunun ən sakit üzvü Süleymanov İsa bəy. Mafkasting qrupunun rollarını ürəkdən canlandıran bizim bir xanımız var. O qədər ürəkdən canlandırır ki, Əsgərova Baynizarı. Bir xanım var ki, o qədər xanım xatındır ki, Əsgərova Xatirə xanım. Sağ olun. Mafkasting qrupunun sakit üzvüdür düzdür. Amma yəni Rus tarixi filmində öz qəhrəmanlığı göstərir Rizvan bəy. Veysəlov Rizvan bəy. Buyurun. Mafkasting qrupunun həmişə cavan, həmişə gözəl, baxımlı xanımı Zabilə xanım Əliyeva. Mafkasting qrupunun maşallah bəylərimiz hamısı yaraşıqlıdır. Amma bir bəyimiz karizmatik üzvümüzdür da bizim. Pərviz Məmmədov. Ən çox belə geyimli, özüyle hətta deyəm tüm maşın, hatta daşıyın hara gedirsin. Qabil Allah öyle deyil. Balaca model, aktyor, həm də müğənni olan Kamran Əlixanov. Mafkasting qrupunun sadiq üzvü Xəyra xanım. Şahsı bərdə qalır. Amma yəni biz
Asker aktyoru Bağırzade Rahim. Hoş gelmişsiniz. Rahim Bey de sağ olsun. Her zaman sağlık almak istəyir. Mafkastik qrupunun mollası. Təbii ki, özü bildi. Rəşad Məhərrəmov. Hər zaman olurum bu təbrik edir. Mafkastik qrupuna yeni qoşulan olsa da, yəni sağ olsun, hara göndərmişiksə hər zaman məsuliyyətli olub. Mafkastik qrupunun məsuliyyətli üzvü Afiq Şərifov. Mafkastik qrupunun kliplər gözəli Xəyali Aslanova. Mafkastik qrupunun uca boylu üzvü Həsən Məmmədəliyev. Maşallah var. Mafkastik qrupunun Yev adı ilə tanınan gözəl, əyləncəli yayıncı olmaqla yanaşı, rəssam və özünü yetişdirmiş aktrisamız Leyla Babayeva. Mafkastik qrupunun gözəl səsli üzvü Kənan Ələkbərov. Bu bəyimiz deyərdim ki, maşallah, hər zaman, yəni özü demir ha, yəni rejissorlar onu baş rolları daha çox dəvət edirlər. Mafkastik qrupunun ən çox baş rollarda yer alan üzvü Zamiq Şıxəliyev. Bizim Yaqutumuz, bugün o doğum günlərində təbrik edirəm Yaqutu. Amma yəni əslində sevgi əmzalı edir. Mafkastik qrupunun seriallar ulduzu. Hər zaman seriallar yaxşı olmalı. Çok sağ olun. Çok sağ olun. Bizim fotoğrafımız var. Bağırov Cavit Bey. Çok sağ olun. Teşekkür ederim sana. Günler burada tədbirimizə iştirak eləmişsiniz, əziyyətimizi çəkmişsiniz. Mafkastik qrupunun bacarıqlı aktrisası Məcidova Bahar xanım. Uğurlarımız həmişə bol olsun. Ben bana yükseklerden geldim. Bizim bu özel günümüzde, bir özel günde karıştı. Bizim grubumuzun yavutu, brilyantı, Sevgi Hanım'ın doğum günüdür. Tebrik ediyorum. Allah sana çok sağlık versin. Hakikaten de o kadar güzel hanımdı ki, o kadar kalbi temiz hanımdı ki, ben Allah'tan arzu ederim ki onun 3 tane meleği var. O 3 meleğe xeyir işin görsün. Tebrik ediyorum. Yaxşı ki varsın. Yaxşı ki varam, həmişə sizlə hadəzdə olmağa çox şanslıyam. Yenə deyirəm, Mafkastik hardan biz də oradan. Çox sağ olun, minnətdaram.
Əziz və dəyərli Mafkastik qrupunun üzvləri, sağ olun, çox sağ olun. Bugün gəldiniz, bizlə bərabər oldunuz. Əziyyət çəkdiniz, hətta uzaq yollarını qısa edib gələnlər oldu. Hər birinizə təşəkkür edirəm. İnşallah bundan da xoş günlərdə yığışaq. Subaylarımızın toyuna yığışaq. Evlilərin evlatlarına xoş günlər yığışaq. Sağ olun, var olun, həmişə belə mehriban olun.